Əssəlamu aleykum. Bugün sizinlə ərəb dilində cümlə paylaşacağım. Ümid edirəm ki, hər biriniz üçün faydalı olar. Başlayaq. Bəradəl cəv, hava soyudu. Səqətəl vələd, oğlan yıxıldı. Şəribər raculul həlib, kişi süd içdi. Nəməl mərid, xəstə yatdı. Kətəbə sadiqun dərsəh, Sadiq dərsini yazdı. Fətəhə Xalidun nəfizəh, Xalid pəncərəni açdı. Cələsə Tahir, Tahir oturdu. Bəriəl mərid, xəstə sağaldı. Səxxanəl məə, su istidir. Şəribəl vələdu məə, oğlan suyu içdi. Nəhədə Xalid, Xalid qalxdı. Ra Muhammedun Tahir, Tairah, Mahmud təyyarə gördü. Əkələ Tahiru taam, Tahir yeməyi yedi. Fəhimət tilmizu dərsə, şagird dərsi başa düşdü. Rakibə Xalilu dərracə, Xəlil velosipedə mindi. Cəət şəhinə, yük maşını gəldi. Rakibəl muzəriunə şəhinə, əkinçilər və yaxud da fermerlər yük maşınına mindilər. Nəzələl mətar, yağış yağdı. Cəmədəl mə, su dondu. Zəbəs səlc, burada sözün sonu sukun. Qar əridi. Kətəbə Tahirun dərsə, Tahir dərsini yazdı. Ümid edirəm ki, hər biriniz üçün faydalı olar.